Salam uşaqlar. İndi ayda onluq kəsirlərin axırıncı mövzusunu çəkirəm. Bəzi suallar vardı, onlara diqqət eləyək. Dəniz, bəzi nüanslar var, onlara baxaq. Yaxşı. 10-12-dən nümunə misallar verəcəm. Onlara baxın, sınağa gəlməyincə, bunlara baxmayınca sınağa getməyin. Baxaq. Aha. Deyir kəsirinin neçə tam qiymətində kəsirinin qiyməti tam ədəd olur. Bu nə edirik? Hamı bir nəfər kimi bilir ki, ayrı-ayrı məxrəclərdə yazırıq. 5-in bölək n, çıxaq 12 bölək n. Bax, burada n-lər ixtisar gedir, qalır 3n. Onsuz burada n-in yerinə nə qiymət versək, natural ədəd, tam ədəd versək, cavab tam ədəd alınacaq. Burada problem yoxdur. Bu kəsirdir. Qaldı 5. Tam ədəddir, bunda da problem yoxdur. Amma burada 12 bölək n var. N-in yerinə nələri qoysaq, cavab tam ədəd alarıq. Yəni 12 hansı ədədlərə bölünür? 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya, bir də 12. Bir də hansı neçə tam qiymətində deyirsə, həm də bunların mənfilərini götürəcəyik. Amma natural qiyməti desəydi, müsbətlərini götürəcəyik təkcə. Bir də əgər cavabı natural qiymət istəyirsə, sən mütləq neçə tam qiymətində, yəni bunların hamısı. Cavab natural ədəd olur. Hamısını bir-bir qoyub yerinə hesablayasın. Bax, bu misalı o bir şey hesablayasın hamısını. Cavab natural ədəd almalısan. Hansını mənfi ədəd alsan, onu saymayasın. Bu belə. Gələk bunun bir tık çətininə. Bunu 2 yolun deyəcəm. Məncə ikinci deyəcəm daha rahat olacaqdır. Kəsirinin neçə natural qiymətində, kəsirinin qiyməti natural ədəd olur. Bu tip misallarda nə edirik? Birinci, həmişə işlətdiklərimizdən deyək. Bax, burada n plus 1 var. Deməli, mən bura 9-u elə ayırmalıyam ki, 3-ü çıxadanda mötərizə xaricində n plus 1 qalsın. Məsələn, belə deyirəm. Bax, bu plus 3 olsa, 3 mötərizə xaricində çıxsa n plus 1 qalmaz. Başa düşdünüz nə demək istəyirəm? Yaxşı. Bir də üstə gələk burada. Əlavə nə yaza bilərəm ki, üstə gələk olmasa da olur. 9 alınsın. Mən 3-ü yazdım axı. Nə yaza bilərəm? Mənfi 9 eləsin. Çıxaq 12 yaza bilərəm. Bax, 12-dən 3-ün çıxanda 9 qalır, mənfini də qoyuruq. Bölək n plus 1. İndi baxaq, yuxarıdan 3-ü çıxadırıq mötərizə xaricinə. N plus 1 çıxaq 12. Bölək n plus 1. İndi bunları ayrı-ayrı məxrəclərdə yeni yazırıq. Bayaq yazdığımız kimi. 3 n plus 1 bölək n plus 1 çıxaq 12 bölək n plus 1. Burada n plus 1-də yer qalır 3. 12 hansı ədədlərə bölünür? Yəni n-in yerinə nələr qoysaq bölünəcəkdir. Bir-bir onları yoxlamalıyıq. N-in 1 qiymətində, n-in 2 qiymətində, hamısını bir-bir qoyuruq, yerinə yoxlayırıq. Bir yerdə də dayanacaqdır. Axıra qədər getməyəcək onsuz da. 12 hansı ədədlərə bölünürdü? 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya, 12-yə. Bunun 1 olması üçün n-in yerinə 0 qoymalıyam axı. Qoya bilmərəm, çünki natural qiymət deyir. Bu getdi. 2 olması üçün bunun ifadənin cavabı 2 olmalıdır. N-in yerinə 1 qoymalıyam. Hə, qoya bilərəm. Bir-bir qoyub yoxlayırıq, hesablayırıq. Baxırıq hansına natural ədəd alınır, onları seçirik. Bu belə. Sonra gəldik, məsələlərə. Traktor məsələləri. Bir də üçlü mürəkkəb tənasüb vardı. Üçlü mürəkkəb tənasüb. Bax, deyir 15 traktor 6-da 5 hissəni 4 saata şumlayır. Bu hissə, bu da saat, bu da traktor. Aha, belə tiri qoyaq. Yaxşı. Sonra deyir ki, traktorun sayını azaltdı. 9 traktor 4-də 3 hissəni neçə saata şumlayır? Yaxşı, burada necə eləyəcəyik? Tərs mütənasib, düz mütənasib olması üçün düşünəcəyik yenə. Birinci mən traktorla hissiyə baxıram. Traktorun sayını azaltdımsa, şumladığım yerdə azalacaq. Deməli, düz mütənasib asıldı. Düz mütənasib asılı olanda demişik, necə hesablayırıq? X kimi hesablayırıq. Gəldik bu birisinə. Hissə artdısa, yəni şumlayacağım yer artdısa, vaxtım da artacaq, yəni çoxalacaq. Bu artıbsa, bu da artırsa, yenə düz mütənasibdir. Yenə x hesablayacağıq. Yəni, indi baxırıq. 9-u vuracaq 6-da 5-ə, sonra da gətirib vuracaq x-ə. 15-i vuracaq 4-də 3-ə, sonra da vuracaq 4-ə. Bu qayda hesablayırıq. Yazırıq 15 vuraq 4-də 3 vuraq 4 bərabərdir. 9 vuraq 6-da 5 vuraq x. Bunu da hesablamaq sizə qalsın. Oldu.
Oradan da x-i taparsınız. Bu 4-lər ixtisar gedir. 45 eləyir. 3-ə bölünür. 2, 3-ə bölünür. 3. Buradakı 3-lər də gedir. Bundan bu da gedir. 3 qalır. 6. X bərabərdə 6 eləyir. Yaxşı. Başqa bir tip sual deyək. Qatar gedir. Yolun yarısına çatmaq üçün neçə kilometrdə getməlidir? Bu məsələləri eləyir. Bax, yolumuzu çəkirik. Deyir ki, qatar 2 stansiya arasındakı məsafənin 7-də 3 hissəsini gedib. Çox şükür. Sağlam ol deyirsə, sağ ol. 7 hissəsini getdi. Sonra yolun ortasına çatmaq üçün birinci yolumuzun hamısını bilirik nədir? Yox, nə yazacağım? X. Yolun ortasına olar x bölü 2. Hansı olursun? Yarıya böləcəyik. Deyək, yolun ortasına çatmaq üçün, bu x bölü 2-yə çatmaq üçün 2 kilometrdə getməlidir. Yəni, buradan burada 2 kilometr əlavə eləməliyik. 2 kilometr əlavə. Deməli, 7-də 3x-in gedib, üstə gələcəkdə 2 kilometr bərabər olacaq yolun yarısı. Hamısında nəyə vururam? 14-ə vururam. Ortaq məxrəci. İxtisar gedir 6x plus 28 bərabərdir 7x. X də bərabərdir 28. Yolumuzun hamısı nəymiş? 28 kilometriymiş. Bu da belə. Başqa hansı sualla baxacaqdıq? Azərin bir qutu rəngli qələmi var. O qələmlərin 3-də 1 hissəsini verdi İlqara. Bax, qələmin 3-də 1-in verdi İlqara. Qalanının 4-də 1 hissəsini verib Arifə. Arif. Qələmim nədir? 3-də 3-dür. 3-də 1-in verdim. X-dir də belə deyək. X-dir. 3-də 1 x-in verdim. Nə qədər mi qaldı? 3-də 2x. Bu qalanın, yəni 3-də 2x-in. 4-də 1-ini veribdir Arifə. Bunun 4-də 1-ini tapım görüm neçə. Eləyir ki, Arifə verim sonra. Yəni, bunun 4-də 1-ini tapmalıyım, sonra çıxacağım. Yaxşı, o da bərabərdir. İxtisar gedir ki, 6-da 1 x. 6-da 1 x-ini verdi Arifə. Sonra nə deyir? Sonra çantasına 24 qələm qaldı. 3-də 2 qalmışdı axı. Bunu da verək Arifə, qalanın baxaq görək neçə hissədir. Yəni 3-də 2 x-dən çıxım 6-da 1 x-ini bərabər olsun. Bu qalandır. Qalan da deyir 24 qələmdir. Bərabərdir 24. Bu da 6-da 4. 6-da 4-dən 6-da 1. 6-da 3 x bərabərdir 24. Bu da eləyir. X də bərabərdir 48. Başa düşdük. Tap sonra çıx yəni. 4-də 1-in 3-də 2 qalanın 4-də 1 hissəsi deyəndə elə qalandan 4-də 1-i çıxmazlar. 4-də 1 hissəsini taparlar, sonra çıxarlar. Bu da bir sualımız. Sonra işarə qoyduqlarımdan, qəşəng sualdır bu. Uşaqların çoxu bilir. 3 bölək 40. Çox yazmayacağım, az yazacağım bunu da. 2 bölək 99. Bu tip suallarını indir. Ortaq məxrəc tapacaq buna? Yox. Bir sual vardı, məxrəcləri bundan bu gedir, bundan bu gedir, qalır başından axır. O vəziyyətə sən gətirəsən. Qəsdən belə verib. 15-in əvəzinə 3 vuraq 5 yazıram. 40-ın əvəzinə 5 vuraq 8 yazıram. 72-in əvəzinə 8 vuraq 9 yazıram. 99-un əvəzinə 9 vuraq 11 yazıram. Bərabərdir. İndi baxaq. 3-ün 3 gedir. 5-dən 5-dən 5, 8-dən 8, 9-dan nə qaldı? Başdan axır. 33-də 3-lərdə toplayırıq. 5, 6, 8. 33-də 8. Bu qədər. Qaldı 3-4 dənə sualımız. Yaxşı. Sonra, məxrəci 240 olan neçə düzgün ixtisar olunmayan kəsir var. Bax, məxrəci 240 olan və düzgün kəsir olsun, ixtisar olunmayan olsun. Bu hansı qaydamız? A vurasın, 1 çıxaq A-da 1. A-da 1. 1 çıxaq B-də 1. 1 çıxaq C-də 1. Belə davam eləyir. Bu A-lar B-lər nədir? Bax, bu böyük A ədədimizin özüdür. 240-dır. 1 çıxaq A-da 1. 240-ı nəyə ayırım? Sadə vurğularına ayırıram. Qaldı 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Yaxşı. 1 çıxaq A-da 1. Bu A, yəni burada 2 varsa 2-də 1 yazacağım. Sonra 1 çıxaq, bir dənə 5 varsa 5-də 1 yazacağım. Bir də 1 çıxaq, bir dənə də 3 var, 3-də 1 yazacağım. 2-ni yazmışamsa bir də yazmayacağım. Anlamışıq mı? Yəni sadə vurğularımızdır. Müxtəlif sadə vurğularımız. Yaxşı. Bunun davamını hesablayaq. 240 vuraq 2-də 1. Yəni 2-də 2-dən 2-də 1-in çıxanda. Sonra 5-də 5-dən 5-də 1-in çıxanda. Bir də 3-də 3-dən 3-də 1-in çıxanda 3-də 2-si bərabərdir. 2 ilə 2 getsin.
3-lə 240 getsin 80. 5-lə 80 getsin 16. Sonra, cavab da elədi 64. 16 ilə 4 qaldı, elədi 64. Yaxşı. Deməli, 64 dənə ixtisar olunmayan kəsir var. Əgər desə ki, məxrəci 240 olub, ixtisar olunmayan neçə dənədir? 64 dənədir. Hamısından ixtisar olunandan çıxsaq, ixtisar olunmayan çıxsaq ondan qalacaq. Düzdür? Bu olunmayandır. Olunmayan. Məndən də ixtisar olunanı istəsə nə edəcəyik? Düzgün kəsir neçə dənədir burada? Sürətdə neçə yazsam düzgün kəsir olacaq ən axırıncı? 239. İxtisar olunmayanları çıx, bunu çıx, qalsın ixtisar olunanlar. Yəni 239-dan, elə bir iki misalın həllini dedim. Çıxacağıq 64-ünü, o da qalacaq 5, 7, 1, 175. 175 dənə ixtisar olunan var imiş. Olunmayanlar çıxdım, olunanlar qaldı. Yaxşı, başqa bir suala baxaq. Dəqiqə. Bir də bayaq demədim. Bir dəqiqə ona çevirim. Buna dedim 2 yol deyəcəm, 1 yol demişəm. Bayaqçı sualdır. Baxaq, bu sualda. Buna 1 yol demişəm. İkinci bir yolunda deyim bunu. İkinci bir yol sürəti məxrəcə böləcəm. 3n minus 9-u böləcəm n plus 1-i. Bax, mənə lazım ki, bu birincisini düz eləyim. Nəyə vursam? 3-ə vursam 3n olacaq. Deməli, 3n plus 9 olacaq. Bölək. Bu da nə qalır? Çıxanda mənfi 18. Düz dedim. Yaxşı, mənfi 18. Burada mən sürət. Bu dəqiqə dayan görüm, bu deyildi. Yaxşı, qoyun yaddaşa vurum, o videonu ayrıca çəkirəm indi. Videonu saxlamamışam, səsim dayanıb. Yaxşı, buna baxaq. Misalı səhv götürmüşəm, deyirəm axı. Burada üçün n plus 3-lər, n plus 1-dir. Ona görə səhvlik var. Mənfi 18 qalır. Baxaq. 3-ü vurdum, 3n plus 3 elədi. Yaxşı, tərəf-tərəfə çıxanda da mənfi 12 qalır. Bunu necə yazacağıq? Tam hissə, çıxaq, qalıq, 12 bölək, 12 bölək, məxrəcdəşdə qalır yenə n plus 1. Yaxşı, bu məxrəci yenə deyirik. 12 hansı ədədlərə bölünür? Bir-bir yoxlayırıq. İndi buna aid bir dənə başqa nümunədə göstərim. Bir dəqiqə. Bunu göstərək. N kvadratı çıxaq 3n plus 12 bölək n minus 3. Sürəti məxrəcə böləcəyəm. Nə qalsa cavabı yazacağım. Məxrəc olduğu kimi qalacaq. Bunun çubuqlu bölməyini nəyə bölürəm? n minus 3-ə bölək. Baxaq, düz eləyək. Yaxşı, n-ə vursam n kvadratı olar da. N-ə vurdum, nə elədi? N kvadratı çıxaq 3n elədi. Bax, bunu bunlara vurdum, bir-bir yazdım bura. Nə qaldı? 12. Yenə 12 qaldı. Demək yazacağım. Cavab yazılır n, üstəgələk, qalıq, bölək məxrəcdə olduğu kimi qalır. Bayaq niyə çıxaq yazmışdıq? Bu mənfi qalmışdı ona görə. İndi müsbət qaldığına görə üstəgələk yazdıq. Başa düşdük? Yenə deyirəm, 12 hansı ədədlərə bölünür? Onları yazırıq. Sonra da baxırıq bir-bir qiymətləri yerinə qoyanda onsuz hamısı naturə ədəd alınacaq. Bölündüklərini yazın, bəsdir. Yaxşı, bu da belə. Bir qarışıq misalda göstərim. Həmişə deyirəm, hazırlıqda bundan düşür. Bunun fərqlisini tapmışam. Bərabərdir A-ya. Mənə deyir ki, 11-də 36, üstəgələk 13-də 23, üstəgələk 19-da 1, bərabərdir B-yə. Buradan B-yi tapacağım. B-yi necə tapacağım? Bu ifadənin qiymətini deyir tap. Tərəf-tərəfə toplayaq. Baxaq, 36-ın üstünə 7 canda 43 eləyir, bölünmədi. Çıxanda 29 eləyir, yenə bölünmədi. Hansınsa nəyəsə vurmalıyım, ya yuxarı, ya aşağı. Fikirləşək. Bunu 2-yə vursam 72 eləyəcək. 72-nin üstünə 7 cəndə 79. Xeyr eləmədi mənə. Bir də onun həmən vaxtı cavablardan daha rahat tapmaq olur. İndi bunda cavab variantlar yoxdur da. Yaxşı. Ki cavabda 2A çıxaq 3B yazırmı? 2B, 3A-mı? Nəsə də bilirsən ki, orada A nəyəsə vurub 2-yə mi, 3-ə mi? Yuxarını vuraq. Yuxarını 2-yə vursam eləyəcək 14. Başqa qələmdən yazım. Görün. Yaxşı. Yuxarını 2-yə vursaq. Eləyəcək 14, 10,
Bunu da 2 vur 18. İndi tərəf-tərəfə toplayaq baxaq. Topladıq, elədi 50 olmadı. Çıxaq baxaq. 36-dan 14-ün çıx 22 düzdür. 23-dən 10-un çıx 13 düzdür. Sonra burada 1 idi. Hə, bu misal səhv götürmüşük. Burada mənfidir. 1 çıxaq 18 mənfi 19 eləyir. Bu da düzdür. Deməli, tərəf-tərəfə nə edəcəyik? Çıxacağıq. Baxaq. Bundan bunun B-dən A çıxırıq. 36-dan 14-ün 11-də 22 üstə gələk. 13-də burada çıxaqdır. 13-də 13, 23-dən 10-un çıxdıq. Bu üstü nəyə vurdıq? 2-yə. Deməli, A-yı da 2-yə vurmalıyıq. Bu çıxaq, bu mənfi. Çıxanda da 2-də mənfi olur. Topla mənfi qoy. 19-da 19. Bərabərdir B çıxaq 2A. Çünki aşağıdakından üstə çıxdım. Onun da heç bir fərqi yoxdur. Ya üstü ya aşağı çıxa bilərik. 22-ni 11-ə böləndə neçə eləyir? 2, üstə gələk 1, çıxaq 1, bərabərdir B minus 2A. Bu birlər geçsin, qaldı 2. Bizdən nəyi tapacaqdıq? B. B bərabərdir 2 plus 2A. Bu da oldu bizim cavabımız. Yaxşı, bu da belə. Ona aid biri də var, yazım. Onu da hazırlıqda deyərəm. Bir dənəsinə deyirəm, əsas suallardan biridir, bax. 2 çıxaq 1 bölək, 2 çıxaq 1 bölək, 2 çıxaq 1 bölək, nöqtə. Bərabərdir. Deyir, bunun qiymətini hesablayın. Keçən il demişdik bunun hazırlıqlarda. Bizdə ümumi misala bir dənə baxın. 2 çıxaq 1 bölək, 2 çıxaq 1 bölək. Bu ardıcıllıq sonsuzluğa qədər davam edir. Deməli, mən burada 2 çıxaq 1 bölək, buna 2 çıxaq 1 böləyə bu ifadənin qiymətinə x deyirəm. Yəni, bu aşağıdakı var, 2 çıxaq 1 bölək gedir. Bunu x deyirəm. Yazıram 2 çıxaq 1 bölək x. Bərabərdir. Mən 2 çıxaq 1 bölək 2 çıxaq x deməmişəm. Deməli, bu ifadənin özünə x demişəm də. Bir də bərabərdir x-ə. Və son. Tənliyimizi indi qurmağa hazırıq. X-dən canımı qurtarmaq üçün hər tərəfi x-ə vurum. Onda belə olacaq. 2x çıxaq. Bunu da x-ə vurdum. Bunu da x-ə vurdum. Bunu da x-ə vurdum. X-lər getdi, qaldı 1. Bərabərdir x kvadratı. Bu da oldu kvadrat tənlik. X kvadratı çıxaq 2x plus 1. Bərabərdir 0. Bundan keçdim o tərəfə. Burada da cəmi x minus 1-in bağlanmış kvadratıdır. Nəyin kvadratı 0 eləyir? 1-in. Deyim, x 0-ın. Bunun cavabı 0 eləyəcək. X nə olanda 0 eləyir? 1 olanda. Bu qədər asan. Yaxşı. Sağ olun, salamat qalın. Gələn videoda görüşərik.